Dərman içib qusan bir uşağınız varsa nə etməlisiniz? Birinci növbədə bu uşağa mütləq dərman sayı minimumlarda və çox vacib olan sayda olmalıdır. Yəni, gərəksiz yerə boş-boş dərmanlar bu uşağa verməməlisiniz. Əgər uşaq hər hansı bir xəstəlik keçirirsə, məsələn, deyək ki, bir bakterial infeksiya keçirir və mütləq ki, uşaq antibiotik qəbul etməlidir, amma onu qəbul edə bilmirsə, bu dərmanı ac qarnına yeməkdən ən az 1-2 saat öncə yoxlamağınız məsləhətdir və eyni zamanda dərmanı dadlandırmaq üçün hər hansı bir dadlandırıcıya qatıb verməyiniz də mümkündür. Amma uşaq vacib olan dərmanı içmir, qaytarırsa, onun bu dərmana ehtiyacı olan xəstəliyi ağırlaşa biləcəyi üçün belə uşaqlara dərman parenteral yolla, yəni damar yolu vasitəsilə verilməlidir. Əksi halda isə uşağın xəstəliyi ağırlaşa bilər. Odur ki, dəyərli valideyniniz, əgər uşağınız dərman içib qusursa, bunu mütləq həkimə bildirin. Çünki bu müalicəvi effektinin azalmasına və xəstəliyin ağırlaşmasına səbəb ola bilər ki, alternativ yollar mütləq tapılıb, həlli olmalıdır.